Natiq 20-ci sualı oxu, izah edin. Mən oxuyum mən. Oxu. Mən də 20 səhv idi. Mən onu düzəltmişəm. Aralarındakı yolun uzunluğu 612 kilometr olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya birinin sürəti 90 kilometr saat, digərinin sürəti 80 kilometr saat olan iki avtomobil yola düşdü. 3 saatdan sonra avtomobillərin arasında nə qədər yol qalacaq? Aha. Deməli, bu 90 km bölmüş saat sürətlə gedir, bu da 80 km bölmüş saat sürətlə gedir, düzdür? Qarşı-qarşı hərəkətin düsturu belədir, uşaqlar. Sürətlər cəmlənir, vurulur zamana, bərabər olur gedilən yola. Yəni, bu 90 kilometrdən, bu da 80 kilometrdən gedib və 3 saat gedir, düzdür? 90 üstə gəl 80, 170, vurdum 3-ə, elədir 510 kilometr. Və nə qədər yol gediblər bunlar qarşı-qarşıya? 510 Mən kilometr cavabı yol. 102 tapmışam. Aha, bəli. 612 kilometrdən də 510 çıxırıq. Qalır nə? 102 kilometr qalır. Oldu, Natiq? Nə?